Biri var idi, biri yox idi. Bizim Molla Nəsrəddin kəndin sakitliyindən bezib, şəhərin hayküyünə köçmək qərarına gəlir. Amma şəhər nə şəhər? Ev qiymətləri ot tutur yanır. Ay Allah, bu nə zülümdür. Toyuq hini boyda evə saray qiyməti oxuyurlar. Cibimdəki pulla ancaq qapının dəstəyini almaq olar. Molla illərlə onun bunun evində kiraya qalır. Bir gün dama axır, bir gün divarı uçur. Ev yiyələri də ki maşallah, hərəsi bir Teymur ləng. Molla, kirayəni ver, yoxsa səni küçəyə ataram. Səbr et Molla, səbr et. Öz evim olacaq, lap balaca da olsa, özüm ağa, özüm nökər olacam. Nəhayət Molla yeməyindən kəsib, boğazından üzüb, bir təhər borc-xərc pul düzəldir. Başlayır tikintiyə. Amma pul azdır axı. Ay usta, o kərpici yan qoyma, dikinə qoy, qoy hündür görünsün. O pəncərəni də balaca elə, şüşüyə pul getməsin. Bizə hava lazım deyil, damımız olsun bəsdir. Hava bizə lazım deyil, dam olsun, kifayətdir. Dərhal dəyiş. Beləliklə, Molla özünə bir ev tikdirir. Ev balaca, amma şirindir. Lakin mətbəx, ay aman, mətbəxə mətbəx demək üçün gərək adamın dili gələ. O qədər balacadır ki, çaydanı qoyanda stəkana yer qalmır. Bəh, nə gözəldir. Əsas odur ki, mənimdir. Bax, hər taxtası, hər divarı mənimdir. Elə budur. Əsas olan budur. Bu xəbər gəlib çatır böyük hökümdar Teymur ləngə. Saray əhli dedikodu etməyi sevər axı. Hökümranım, eşitmisiniz, Molla Nəsrəddin özünə saray tikdirib. Deyirlər, elə əzəmətlidir ki, gəl görəsən. Amma bir sirri var. Molla və saray, bunu mütləq görməliyəm. Hazırlaşın, gedirik Mollanı dolamağa, biraz gülək. Teymur ləng böyük bir dəstə ilə Mollanın balaca daxmasının qabağına gəlir. Ev o qədər balacadır ki, Teymurun atı evin damından hündür görünür. Ha, Molla, bu möhtəşəm sarayın budur. Deyəsən memarın qarışqı olub, hə? Şah sağ olsun, kasıbın olanı budur. Buyurun, içəri keçin. Qonaq Allah qonağıdır. Teymur içəri keçir. Ora-bura baxır. Otaqları gəzir, divarlara əl vurur. Hər şey balaca, darısqal. Amma Teymur əsas hədəfi sona saxlayıb. Mətbəxə çatanda dayanır. Evin pis deyil, lap özünə layiqdir. Amma Molla, bu mətbəx nədir? Ayıb deyilmi? Bu balacalıqda da mətbəx olar? Burada iki siçan oynasa, vallah biri mütləq tələyə düşər. Sən burada necə plov bişirirsən? Düyünü dənə-dənə atırsan qazana? Molla biğaltı gülümsəyir. Teymurun bu sözlərini gözləyirdi sanki. Heç istifini pozmadan əllərini qoynunda çarpazlayır. Şahım, siz düz buyurursuz. Mətbəxim balacadır. Amma bunun çox dərin bir mənası var. Mənim mətbəximin belə balaca olmağı sizə olan məhəbbətimin böyüklüyünü göstərir. Bu niyə belə olur? Başa düşmədim. Mətbəxlə mənə olan məhəbbətin nə əlaqəsi? Niyə başa düşmürsən, qurbanın olum? Bizim kimi adamların mətbəxi böyük olsa, qazanımız dolu olsa, sizin kimilərin sarayı o boyda olmaz ki, sizin sarayın daşı bizim mətbəxin boşluğundan çıxıb. Teymur ləng bir söz deyə bilmir. Qızarır, pörtüyür, amma Mollanın hazır cavablığı qarşısında mat qalır. Deyirlər, o gündən sonra Teymur bir daha Mollanın evini lağa qoymadı.